Değerli tamaşaçılar, bir daha hamınızı xoş gördük. Bugün də mən Sadiq İsabəlli. Növbəti canlı yayında siz değerli milletimizle birlikte olacağım ve mövzumuzun, söhbətimizin mahiyyətinə uyğun, Güney Azərbaycanımızın gündəliyinə uyğun ve milli hərəkatımızın gedişatına uyğun siz değerli milletimizle söhbətləşəcəyik. Biz verilişimizdə hər zaman bu mövzuyla ya bu başlıqla başlayırıq ki, millət olaraq haqlarımızı qorumaq üçün nə etməliyik? Və bu düşüncə, fikir və soru əsasında Güney Azərbaycanımızda gedən bir çox məsələləri, milli, siyasi, ictimai, iqtisadi vəziyyətin hansı durumda olmasını siz değerli milletimizle paylaşırıq və çox sevindiricidir ki, bu söhbətlərdə həm də değerli insanlarımız öz fikir və təkliflərini bizlərlə paylaşırlar. Biz son həftələrdə milli hərəkatımızda çox önəmli hadisələrə şahid olmuşuq və sözsüz ki, Günas TV olaraq həm də bu istiqamətdə dəyərləndirilmələr aparılır və millətimiz baş verən olaylar haqqında daha dəqiq, doğru və detallı məlumat almağa çalışırlar və bu istiqamətdə də bizim dəyərli dostlarımız çalışır ki, bu olaylar əsasında milli hərəkatımızın mahiyyəti, onun istiqamətləri, Fars faşizmi dediğimiz o siyasetin apardığı siyaset ve digər məsələlər öz təhlilində, öz yanaşmasında gündəmə gəlsin və bu gündəm əsasında biz görək ki, olub bitənlər nə üçün bu şəkildədir və yaxud hansı siyasətlərdir ki, belə bir hadisələrin səbəbkarıdır. Sözsüz ki, olduqca önemli məqamlar var 18 Aban hərəkatında olan etirazlarda və biz də çalışacağıq ki, bu məqamların bir çoxuna toxunaq. Amma bugün həm də Kuzey Azərbaycanımızda dirçəliş günüdür. 17 noyabr Kuzey Azərbaycanda dirçəliş günü kimin qeyd olunur və bu Azərbaycanımızı yenidən öz dövlət müstəqilliyinin əldə olunmasına gedən bir yolun başlanğıcıydı. Sözsüz ki, istiqlala gedən yolda itkilərimiz də çox oldu, şəhidlərimiz də oldu və çox təəssüf ki, Azərbaycanın 20% torpağı da erməni və Rus, Fars siyasəti nəticəsində işğal olundu. Amma 1988-ci ildən başlayaraq ermənilərin Yerevanda, Zəngəzurda və Dağlıq Qarabağ ərazisində etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanlıları oradan çıxartma prosesi Kuzey Azərbaycanda bir milli azadlıq hərəkatına təkan verdi. Və bu tarixi hadisə səbəb oldu ki, Azərbaycan yenidən öz müstəqilliyini bərpa eləsin və o müstəqilliyinə qovuşsun və şükürlər olsun ki, bütün çətinliklərə baxmayaraq Azərbaycan getdikcə həm ictimai, həm siyasi, həm iqtisadi cəhətdən inkişaf edir. Amma bizim də o acı tarixdən, o mənada ki, 1988-ci ildə ermənilərin Azərbaycan türklərinə qarşı amansız davranışları, etnik təmizləmə siyasətləri və o siyasətlərdən çıxış edərək insani faciənin yaranması məsələsinə olduqca diqqətli olmalıyıq. Çünki Güney Azərbaycanda da bizim ərazimizə, ərazi bütövlüyümüzə, xüsusilə Qərbi Azərbaycan bölgəsinə iddialar az deyil və bu iddiaların arxasında da
Fars faşizmi dediğimiz siyasi rejimin de eli var. Ve sözsüz ki bu tarih hem de bize onu hatırladır ki çok dikkatli olmalıyız giden proseslerde. Bir videomuz var. O videonu sizlerle birlikte bakacağız ve o günü değerlendireceğiz. 17 noyabr Milli Dirçəliş günümüzü. Buyurun birlikte izleyek. Bugün Azerbaycan'da Milli Uyanış Günü. 17 Kasım Ermenistan'daki 200 bin Azerbaycan Türk'ünün toplu sürgüne uğradığı çatışmalı sürecin ardından Azerbaycan'ı bağımsızlığa taşıyan kitlesel halk hareketlerinin başladığı gün olarak kutlanıyor. 1988 yılının ilk günlerinde Ermenistan, Azerbaycan Türk'üne karşı açık saldırılara başladı. Moskova'nın sessizliği ise Ermeni saldırganlığını daha da arttırdı. Ermenistan'da yaşayan 200 binden fazla Azerbaycan Türk'ü kitlesel olarak topraklarından sürüldü. Bununla yetinmeyen Ermeniler aynı yıl Azerbaycan'ın Dağlık Karabağ bölgesine karşı silahlı saldırılara başladı. Ermeni saldırılarının hedefinde ise Dağlık Karabağ'ı Azerbaycan'dan kopararak Ermenistan'la birleştirmek ve bölgeyi ne pahasına olursa olsun Türklerden arındırmak vardı. Azerbaycan halkı ise bu saldırılara sessiz kalmadı. Meydanlara inen Azerbaycan Türk'ü barışçıl gösterilerle sesini Moskova'ya duyurmaya çalıştı ve işgale karşı tepki gösterdi. Sovyet yönetiminin bu çağrılara kulak tıkaması üzerine halk başkent Bakü'ye akın etti ve kitlesel gösterilerle sesini yükseltti. Azerbaycan Türk'ünün 17 Kasım 1988'de Bakü'de düzenlenen büyük mitingde yükselen bu haklı haykırışı, Aralık ayı başlarında Sovyet yönetimince dağıtılsa da bu Azerbaycan'ı bağımsızlığa taşıyacak kitlesel başkaldırının ilk adımı olacaktı. 17 Kasım günü Azerbaycan'ın bağımsızlığını kazandığı 1992 yılından bu yana Milli Uyanış Günü olarak kutlanıyor. Ben bu videonu birlikte izledik ve gördük ki bir milletin ayağa kalkması, bir milletin kıyamı ne anlam daşıyır. Ve bir millet ayağa kalkırsa öz müqəddəratını necə həll eləyə bilər? O zamanki, o dövrki Sovet və yaxud Şurəvi deyilən böyük imperiya, özləri üçün güc olan, yəni o vaxtki iki qütblü deyirdilər, dünya iki qütblidir və bir qütbi də Şurəvi deyilən o ölkə idi, o dövlət idi ki, bütün baskı siyasəti ilə çalışırdı ki, orada yaşayan millətləri öz əsarətində saxlasın. Amma bu siyasətlərin aparılmasına baxmayaraq, Azərbaycan Türkü milli qiyamı ilə, milli hərəkatı ilə öz bağımsızlığını yenidən elan edə bildi. Və bu bağımsızlığın daha da möhkəmlənməsi, güclənməsi istiqamətində də işlər görülür və son illərdəki o əldə olunan uğurlar da bunu sübut eləyir ki, bir millət əgər öz dövlətini qurursa, nə qədər onun gələcəyi parlaq ola bilər. Və bu bir nümunədir. Biz həmişə deyirik ki, ətrafımızda baş verən hadisələrə, olaylara biganə qalmayaq. Keçmiş tariximizi izləyirik, görürük və bu yaxın tarixdə baş verənlər bizə bir çox dərsləri verir. Və aldığımız bu dərslərdən biz həm də milli azadlıq hərəkatımızın gücləndirilməsi istiqamətində ciddi şəkildə faydalanıb istifadə eləməliyik. Görürsünüz, bu günləri İran adlanan ölkənin rəhbərliyi, dini rəhbəri artıq özü Fars faşizminin və o sistemi,
yöneten gücün bir aleti olup onun başında gedəni olubdu. Onun idarə elədiyi, onun nəzarətində olan bir televizya, bir media, orada yaşayan Azərbaycan türkünə, orada yaşayan qeyri-fars millətlərinə qarşı mövqeyi, yanaşması çox açıq şəkildə ortadadır. Çox maraqlıdır. Deyirlər ki, dini rəhbər Əli Xameneyi vilayət-i fəqihdir. Və bu, ali dərəcəli alimdir, ali dərəcəli ədalətlidir, ali dərəcəli insanlığın yanında zülmə yox, zalimə yox deyən bir adamdır. Amma çox maraqlıdır. 18 Abanda və ondan öncə baş verən televiziya proqramında, o fitilə proqramında olan hadisələrdən sonra biz görürük ki, dini rəhbərin nəzarət elədiyi bir qurum heç bir sorumluluq daşımır. Dini rəhbər Əli Xameneyi də bununla bağlı heç bir bəyanatda, heç bir davranışda bulunmur. Bunu ciddiyə almaq lazımdır. Olduqca ciddiyə almaq lazımdır. Çünki bunlar da özləri iddia edir ki, əgər dini rəhbər, vilayət-i fəqih ədalətsiz qərar verirsə, insanlığı əzib keçən bir qərarı verirsə, orada olan zülmə səs çıxarmırsa, demək ki, bu nə adildir, nə fəqihdir, nə rəhbərdir. Azərbaycan türkünə münasibətdə, orada yaşayan qeyri-fars millətlərinə münasibətdə bu adamın artıq heç bir dəyəri qalmır. Belə olan halda görürsünüz ki, o insanlar ki, çalışırlar Günastıviyə qarşı hücum eləsinlər və savunsunlar dini rəhbəri Əli Xameneyini ki, amandır ona toxunmayın. Bu tərəfdən də biz bunu ortaya qoyuruq. Nədən bunun nəzarətində olan bir televizyon Azərbaycan türkünü təhqir edir, bu adamda səsi çıxmır. Adını da qoyub Vəliyev Fəqih. Və Vəliyev Fəqihin öhdəlikləri var. İddia edirlər ki, biz İranda yaşayan bütün insanlara qarşı ədalətli yanaşırıq və Ədl Əli, Əlinin ədaləti burada Həzrət Əlinin deyir, hətta hakimiyyəti dövründə olmayan ədalət bugün İranda vardır. Biz də bu sualı ortaya qoyuruq. Hanı bu ədalət deyilən şüar və anlayış ki, Azərbaycan türkünə şamil olunmur. Və bu olduqca önəmli məsələdir ki, biz baş verən hadisələrin örtbasdır olmasına çalışan qüvvələrin qarşısında duraq. Çünki gördünüz, millət ayağa qalxdı, milli siyasi şüarını ortaya qoydu, istəklərini ortaya qoydu. Amma ondan sonra Sipah, İttilaat, imam-cümələr tez bir oyun qurdular ki, neyniyək, necə eləyək? Yaxşı bir bəhanə əlimizə çatıb. O nədir? Deyək ki, bunlar xaricdə olan bir sıra təcziyə tələblər İranı parçalamaq üçün qovumlar arasında çaxnaşma və yaxud etniklər arasında çaxnaşma yaratmaq üçün belə bir planda çalışırlar ki, aranı qatsınlar və özləri üçün bir iş görsünlər və bütün bu adamlar ya komünistdir, ya nə bilim Allaha qarşıdır, ya imama qarşıdır, ya nəyə qarşıdır, ya nəyə qarşıdır. Gəldilər, min cür hoqqa durğuzdular və keçən cümədə siz gördünüz.
bütün o imam cümələrin əsas danışdıkları mövzu o idi ki, bir yabancı televizyon, yəni Günas TV adını çəkmirlər, qorxurlar təbii ki, Əhməd demişkən, həm də istəmirlər ki, Günas TV daha çox tanınsın və reklam olsun. Adını çəkmədən dedilər ki, bir mahvareyi televizyon gəlibdi, əmmi ətara, müqəddəslərə belə deyibdi. Halbuki kökündən yalandı və təbii ki, bu məsələ öz həllini də tapır. Amma deməyim budur. Əgər onlar istəyirlər bir ədalətli cəmiyyət qurub, o istiqamətdə hərəkət eləsinlər, nədən dini rəhbər dedikləri, fəqih dedikləri bir adam və ona bağlı olan imam cümələr gəlib Azərbaycan türkünün haqlı səsinin yanında durmadı. Bu çox önəmli məsələdir. Bu hadisələrdə biz tanıyırıq. Düşmanımız kimdir? Dəfələrlə biz deyirik ki, Azərbaycan Milli Azadlıq Hərəkatının birinci düşmanı kimdir? Bax, burada ortaya çıxır birinci düşman kimdir. O adamlar ki, çalışırlar ki, Azərbaycan türkü həmişə başı qapazda olsun, səsi çıxmasın. Etiraz eləyəndə də, neyniyək? Aparaq bunu yapışdıraq filan imama, filan peyğəmbərə, bunları susturaq. Amma burada çox ayıq və sayıq olmaq lazımdır. Burada biz bilməliyik, vilayət fəqih iddiasında olan adamın işi nədir, gücü nədir, vəzifəsi nədir və nədən bu vəzifəsini yerinə yetirməyibdir. Bir videomuz var və bu da Əli Xameneyinin ümumiyyətlə İranda vilayət fəqih anlayışını reklam eləyirlər, tərif eləyirlər və yaxud deyirlər ki, bu anlayış dini hakimiyyətdə nə anlama gəlir? O filmə baxaq, o anlayışlardan çıxış eləyərək biz bir sıra məsələləri sizlə danışacağıq və eyni halda da bu olaylarda, baş verən olaylarda olub bitənləri, üzrxahlıqları, hansı oyunlar apardıqlarını da sizlərlə danışacağıq və həm də milli hərəkatımızın gücündən, onun milli siyasi təsirindən danışacağıq. Bu video birlikdə izləyək, sonra yenə birlikdə. Buyurun. اینایی که میگن دیکتاتوری اسلام نمیفهمن چیه، فقیه اسلام رو نمیدن. مثلا میگن ما هر فقیه هرچند فاسد باشه این حکومت، فقیه اگر پاشو اینطور بگذارد، اگر یک گناه صغیره هم بکند از ولایت ساقط است. مگر ولایت یه چیز آسونی است که بدن دست هر کس؟ اینا که میگن که دیکتاتوری پیش میاد و نمیدونم این مسائل پیش میاد، اینا نمیدونن که حکومت اسلامی حکومت دیکتاتوری نیست. مذهب مقابل اینها ایستاده، اسلام مقابل دیکتاتورها ایستاده و ما میخواهیم که فقیه باشد که جلو دیکتاتورها را بگیرد، نگذارد رئیس جمهور دیکتاتوری کند، نگذارد نخست وزیر دیکتاتوری کند، نگذارد رئیس مثلا لشکر دیکتاتوری بکند، نگذارد رئیس ژاندارمری دیکتاتوری بکند. نه که میخوام دیکتاتوری درست کنیم. فقیه میخواد چه کنه دیکتاتوری را؟ کسی که زندگی عادی دارد و نمیخواد این مسائل را دیکتاتوری برای چی میخواد بکنه؟ فرمایی تو کار نیست در اسلام. یکی از ابعاد ولایت فقیه، حالا ولایت فقیه را، ولایت مطلقه را دشمنان به معنای استبدادی گرفتند، یعنی میل فقیه عادل به صورت دل بخواه که این در دل خودش تناقض داره. یعنی اگر عادله نمیتونه مستبد باشه، اگر مستبد است بر اساس دلخواه عمل میکنه پس عادل نیست. یعنی این در دل خودش تناقضی وجود داره، اینو مرتبط نمیشن، نمیفهمن این معنا رو. این نیست مسئله ولایت مطلقه که فقیه هر کار دلش خواست بکنه، یه وقتی چیزی رو به نظرش رسید که باید این کار انجام بگیره فوراً انجام بده. این نیست قضیه این است که یک حالت انعطافی
در دست کلیددار اصلی نظام وجود دارد که میتواند در اونجایی که لازمه مسیر را تصحیح کند، اصلاح کند، بنا را ترمیم بکند. یه چنین حالتی وجود داره. مسئله ولایت فقیه این نیست که فقیه خودش در رأس دولت مثلا قرار میگیرد، خودش میخواد عملا حکومت بکند و اجرا بکند. نقش فقیه در کشورهای اسلامی و بالاخره در یک کشور اسلامی که ملتزم و متعهد به اسلام است و اسلام را به عنوان یک ایدئولوژی پذیرفته است، نقش یک ایدئولوگ است، نه نقش یک حاکم. ایدئولوگ وقتی که مردم اون ایدئولوژی را پذیرفتند، قهرن برای ایدئولوگ هم یک نقشی قائل هستند. یعنی اوست که نظارت می کند بر این که این ایدئولوژی درست اجرا می شود یا درست اجرا نمی شود. آیا این شخص که میخواد به عنوان مجری قانون و میخواد در کادر این اصول این ایدئولوژی حرکت بکند که میخواد رئیس دولت بشود، آیا صلاحیت چنین کاری را از نظر اون ایدئولوژی، از اون نظر خاص آیا دارد یا ندارد؟ ولایت فقیه ولایت ایدئولوژیکی است. چه مردم دیندار باشن، چه بیدین، چه ضد دین. اون جایی که دسترسی به مرتبه اعلا نباشد، به مرتبه نزدیکترش مراجعه. خب وقتی ما دسترسی به امام معصوم نداشتیم، باید به کسی مراجعه کنیم که اشبه به امام معصوم، اقرب به امام معصوم. در چی؟ قد و بالاش، شکل و قیافه؟ نه، در همون سه شرط. اون که اشبه باشه، در اونی که شرط بود اشبه به او باشه. شرط بودن این سه چیز بود. احکام دین را بهتر بشناسه. خب اگر در حد امام معصوم نمیشناسه، اقلا یک فقیه ممتازی باشه. اگر در حد عصمت نیست، تقواش فوق العاده باشه. اگر درک مسائلش مثل امام معصوم نیست، از اقران خودش بهتر باشه. اینا میگیم ولی فقیه. چشمتون وا کنید، دستتون به دست ولایت فقیه و مراجع تقلید. چرا؟ چون مرجع تقلید چون یا باید اعلم باشه، یعنی از همه علما سوادش بیشتره، یا اگر اعلم واقعی نیست بین چند تا باشن که در علم برترین ها هستن. یعنی لااقل 50 سال 45 سال درس خوندن و مطالعه کردن. دستتون تو دست کسی بذارید که 40 سال درس خونده، یا اعلم یا در مدار افرادی است که ممکنه یکی از اینا اعلم باشن. یک. دو، دستتون بذارید کسی که هوس نداره. دستتون تو دست ولایت فقیه در بیارید، با دست کسی که سر تا پا هوسه، یا گاهی هوس داره، یا سر تا پاش هوس نیست، بیمه نیست. دستتون بذارید دست کسی که عادله. ولایت فقیه لازمه کسی که زنده باید مرده باید. اصلا اگر ولی فقیه یا مرجع تقلیدی یا خود ولی فقیه اگر یه دروغ بگه از عدالت میفته. اصلا خبرگان هم لازم نیست که دیگه برش دارن، خودش اتوماتیک مثل یخی که آب میشه باید گناه کبیره نداشته باشه. بعد وقت جامعه از همه گذشته 20 سال تجربه کافیه، 20 سالشون رهبری کرد. البته ما نمیتونیم بگیم مملکت ما بی عیبه، یه جاهای عیب داره، ما هیچ کسی معصوم نمیدونیم، ولی وقتی دستون به معصوم نمیرسه، کسی که عادل است، کسی هوا و هوس نداره، کسی که باسوادترینه، دستون وردارین کفران نعمت دستون زیر جای دیگه که 1001 مصیبت خواهیم داشت. آیا شما اکثرا از مردم نمیشنوید که ولی فقیه اگه مشکلاتو میدونه قدرت هم که داره حل کنه دیگه؟ میدونید الان مردم چقدر بیجا انتظاراتی از ولی فقیه دارن؟ راحت مردم انتظار دارن ولی فقیه جای اندیشه مردم، جای فکر مردم به خرابی‌ها رو اصلاح کنه. درسته؟ این کارو حضرت علی هم نکرد، این کارو پیغمبر هم نکرد. چرا مردم از ولی فقیه دیکتاتوری به حق انتظار دارن؟ آقا میدونی درستش کن، صبر کن عمو، اینجوری نه. تو آدمی که برای مجلس تو فلان جا و بیسار جا انتخاب کردی، اشتباهاتی که تو میکنی چرا باید ولی فقیه جبران بکنه؟ وقتی مردم به این تشخیص نرسن که با تقواترین انسانها رو که یقین دارن به تقواشون باید اونها رو در مسندها قرار بدن، ولی فقیه چی رو باید بیاد جبران کنه؟ مگه علی ابن ابی طالب این کارو کرد؟
مگه پیغمبر افشاگری کرد؟ تحویل گرفتی؟ بحثای دیروز داره زنده میشه. سیستم یعنی چی؟ سیستم اون بخشیش که دولت و نمایندگان مردم طراحی میکنن، اونایی که شما دارید انتخاب میکنید. اون بخشیش که مربوط به قانون اساسی هیچ مشکلی نداره. اون بخشیش که مربوط به نظارت از بالا هیچ مشکلی نداره. راحت به امیرالمومنین میگفتن تو حکومت داری بلد نیستی؟ راحت به علی میگفتن اون جمع و جور نمیتونی بکنی. چرا؟ چون علی استانداراشو آدم حساب میکرد، خطاهاشونو تحمل میکرد در بسیاری از مقاطع. مالک اشتر دادش در میومد میگفت آقا اون نمایندگی که فرستادی بی عرضه است. بالاخره علی آقا ولایت از مردم زیاد جلو نمیزنه. داری معنا رو؟ زیاد جلو نمیزنه. مردم باید به حدی بکشن که ولایت بتونه راحت توشون کار بکنه. چون بناس یک کلمه چون بناس ولایت کرامت انسانی رو لحاظ بکنه. و وقتی کرامت انسانی رو لحاظ بکنه، وقتی میبینه من خیلی پرت از ماجرام، زیاد تو ذوقم نمیزنه. کمر اسلامو همین شکسته. یه وقتی یکی از دوستان گفت آقا ولایت فقیه چرا برای ولایت فقیه زمان نگذاشتن؟ ادواری نیست. برای ولایت فقیه زمان گذاشتن، منتها برای حاکمان دیگر دنیا واحد زمان 4 ساله، برای ولی فقیه واحد زمان ساعت و ثانیه است. متوجه شدی؟ ولایت فقیه مادام الصلاحیت نه مادام الزمان. در حکومت‌های دموکراسی دیگه شما وقتی یک کسی رو تو انتخابات ما هم همینجوره دیگه، همه جای دنیا اینجوره، وقتی یکی رو رأی میدی میفرستی مجلس یا دولت دیگه تا 4 سال دیگه نمیتونی بکشیش پایین، باید تحملش بکنی. در مورد ولایت فقیه شما مجبور به تحمل حتی 1 ثانیه نیستی. اگه همین الان ولی فقیه به ولایت رسید، یعنی نمایندگان ملت گفتن از نظر ما شما شایسته رهبری هستی، 1 ساعت بعد کشف خلاف شد، معلوم شدی صلاحیت نداشته یا یک کاری کرد که اون صلاحیت از دست رفت، شما لازم نیست تا 4 سال صبر کنی، سر 1 ساعت باید عزل بشه. یعنی منعزل هست، اصلا عزل الهی هست، مشروعیت نداره، صلاحیت نداره. نمایندگان ملت هم باید عوض تغییرش بدن. پس رهبری ولایت فقیه، رهبری در فرهنگ ما مادام الصلاحیته، یعنی تا وقتی صلاحیت داری. این صلاحیت اگه 1 ساعته سر 1 ساعت عزل بشه. اگر سالها ادامه پیدا کرد تا صلاحیت هست، دقت کردین؟ این مسئله زمان. Ben bu verilişe baxanda insan onu ancaq görə bilir ki, bunlar bir tərəfdən vəli fəqih dedikləri şəxsi Peyğəmbər mərtəbəsinə qədər qaldırırlar, Allahın yer üzərində vasitəsi kimin, nümayəndəsi kimin, rəhbəri kimin gündəmə gətirirlər, amma başqa tərəfdən ona aid bütün sorumluluqları ondan yumağa çalışırlar ki, onun sorumluluğunda deyil. Amma yuxarıda özlərinin dediyinə vəli fəqih inhirafın qarşısını almalıdır. Oğurluq varsa, töhmət varsa, yoxsulluq varsa, pislik varsa, insanlığa zülm varsa, bir millətin dilinə, ədəbiyyatına, kimliyinə təhqir varsa, bunun qarşısını almaq zorundadır. Çünki Xumeyni belə deyir ki, əgər balaca bir günah eləsə də bu 3 qırışlıq deyil. 3 qırana dəymir bunun rəhbərliyi. Vəli fəqihdə otomatik deyil, çıxır bu adam. İndi bu Əli Xameneyi hara giribdi? Hardadır? 30 milyondan çox Azərbaycan türkünə onun nəzarət elədiyi, onun rəhbərlik elədiyi bir televizyon töhmət vurub. Təhqir eləyib, onu aşağılayıbdır. Hanı Əli Xameneyi? Hələ ona don geydirirlər ki, aman da ona dəymeyin. Onunla işiniz olmaz. İmam Cümələr, kimdir adı? Ayətullah Seyyid Məhəmməd Təği Ali Haşim, Təbrizin İmam Cüməsi. Gör nə deyir? Azəriha hərgiz az vilayət fəqih cüda nemişəvən.
İndi demək istəyir ki, Azərbaycan türkləri, yəni Azəriha dedikdə, vilayət fəqihdən ayrılmayacaqlar. Ayrı deyirlər. Yəni bərk-bərk yapışmışıq o adamın ətəyindən ki, zülmü birinci o bizə eləyir. O adamın ətəyindən ki, şəb-i şeir-i tənz qoyur məclisində, Xameneyinin məclisində və orada şair deyir ki, güya dırnaqarası şair, boyun yerə soxasan elə şairin. Deyir ki, artıq sadirat üçün, ixracat üçün çox şeyimiz var. Çox coklarımız var. Əzbəs ki, deyir, Azərilərə cokumuz var. Artıq bunu sadir deyə bilər. Yəni, türkləri o qədər çox düzəltmiş. Daha yerə göyə sığmır. Sadirat elə. Bu Xameneyi ona deyir, əhsənd, afərin, afərin. Nə yaxşı dedin, durub demir ki, bu nə sözdür, bu nə şeirdir, bu nə işdir, bu siyasəti kim aparır, bu təhqirləri kim eləyir, hansı mərcə, hansı sistem, hansı mətbuat, hansı orqan, kim eləyir bunları ki, belə bir vəziyyətə gəlib ki, deyirsiniz artıq türklərlə bağlı coklarımız o həddə çatıb ki, sadirat eləyə bilərik, ixracat eləyə bilərik xariclərə. Baxın, vilayət-i mütləqi fəqih dedikləri bu adam, Əli Xameneyi, bir televizyonun başındadır ki, o televizyon Azərbaycan türkünü 35 ildir təhqir edir. Bu adamın da cıqqırı çıxmır. Sonra bu Ayətullah gəlir, deyir ki, türklər ya Azərilər Xameneyinin ətəyindən möhkəm-möhkəm yapışsınlar, ondan əl çəkməsinlər. Bizim günümüzə baxın. Sonra bunlar bu işləri görəndən sonra biz baxırıq, görürük ki, olub bitənləri elə yuyurlar, elə təmizləyirlər, sanki belə bir şey yoxdur. İranın bir çox televizyon verilişlərində görürsünüz. Bir ananas verilişi var. Orada deyir ki, mən deyir, təəccüb eləyirəm, deyir, uşaq verilişlərinə görə, niyə bu qədər, deyir, bu Azərilər həssas olublar, belə heç anlaşılmır, heç başa düşülmür, deyir bu iş. Düşünün, bir dənə adam çıxmadı bu işin içindən ki, bu 10 gün, 15 gün ərzində ki, durub desin ki, orada yaşayan qeyri-fars millətlərinə qarşı bir zülm var, bir təbiz var. Bu təbizin kökündən gələn bir yanaşma tərzidir, çox düzəltmələr, təhqir eləmələr və buna son qoymaq üçün aparılan sistematik təbiz siyasətinə son qoyulmalıdır. Bir nəfər bax bu sözü deməyibdir. Nə daxildə, nə xaricdə. Farslar tərəfindən. Və çox maraqlıdır. Onlar ki, o topu bizə atmaq istəyirlər ki, Azərbaycan Milli Azadlıq Hərəkatının içinə, milli faalların içinə atmaq istəyirlər ki, güya biz hansısa din əleyhinə danışırıq, hansısa insanların əqidəsinə qarşı danışırıq, bu əsla belə deyil. Biz onların iddia elədiyi dində olan ədalətdən danışırıq ki, onun şüarını verirlər, amma əməldə biz görmürük. İddia eləyirlər ki, biz adilik, vəli-i fəqihimiz də adil insandır. Deyən yox ki, bu adil insanın bir adamı yoxdur, özü yoxdur, çıxsın desin ki, kim bu işi görüb, niyə görüb, hansı əsasla bu işlər görülür? Bunun vəzifəsidir. Amma görürsün, o adam deyir ki, o adamlar ki, deyir, vəli fəqihdən şey gözləyirlər, bunu gözləməməlidirlər. Deyən yoxdur, bəs o qanun əsasıda bunun öhdəliyinə verilən o öhdəliklər hara getdi? Onda riyasəti, o sazman-ı seda-simaz, televizyon, radyo televizyonun rəisinin qoyulması, verilişlərin onun dəftər-i Xameneyi, Beyt-i Xameneyinin nəzarəti ilə hazırlanması məsələsinə son qoysun, bir qanun çərçivəsində o məsələlər öz həllini tapsın,
Özel televizyonlar olsun, özel radyolar olsun. Niye bəs buna getmir? Yox, əgər nəzarət eləyirsə, adam balası kimi nəzarət eləsin, orada imkan verməsin. İnsanlara, millətlərə, dillərə, kültürlərə təhqir olunsun. Və əgər o sistemi, o planı aparan bir faşist siyasət varsa, o siyasetin karşısında dursun. Əgər adil bir vəli fəqihdirsə. Ondan sonra bu mollalar, bu seyidlər, bu imam cümələr gəlsinlər, desinlər ki, hə, vəli fəqihin damənindən yapışın, ətəyindən yapışın, nəyindən yapışın, amandır, qoymayın, vəli fəqihimiz sizdən başqa kimsəsi yoxdur. Amma biz millət olaraq görürük, bizim birinci başımıza bəla açan bu Əli Xaməneyinin yürütdüyü və yaxud başçılıq elədiyi qurumlardır. Mətbuat, televizyon özəlliklə həmişə Azərbaycan türkünü təhqir edir. Və bu təhqirlər o həddə çatır ki, artıq biz görürük ki, kütlənin içində elə bir yanaşma vardı ki, insanlar bunu təhqir artıq saymırlar. Bu olayların içində baxırıq, görürük ki, yazılan Facebook'da, ictimai şəbəkələrdə, saytlarda hara baxırsınız? Nə qədər komment var, o kommentlərə baxanda, o yazılara baxanda hamısı bir məxrəci müştərəkdədirlər və yaxud bir ortaq fikirdədirlər ki, Azərbaycanlılara, türklərə burada heç bir təhqirdən söhbət getmir, sadəcə bunların cəmbəsi yoxdur. Bunlar zarafat bacarmırlar, şuxluq eləyə bilmirlər, özlərini hamıdan üstün tuturlar, bir söz deyəndə xətirlərinə dəyir. Görün, işi hara gətiriblər. Siz haranı açırsınız, baxırsınız, bunu görürsünüz. Və bu, o siyasetin, təbii siyasetin davamına yenidən imkan yaradır, güc verir. Biz bu günləri ona görə bunu danışırıq ki, deyirlər ki, aydır, günəşdir, bir də gerçəklikdir. Heç vaxt gizli qalmayacaq. Nə vaxtsa bu üzə çıxacaq. Biz istəyirik bu gerçəkliyi üzə çıxardaq. Onlar ki, gəldilər ictimai şəbəkələrdə dedilər ki, gəlin bu adamları bağışlayaq. Bunlar xırda figurlardılar. Bir kampaniyalar qurdular, imza topladılar, nə qardılar. Amandır, bunların işindən, gücündən niyə eləyirik ki? Bir dənə verilişi də özdə uşaq üçün. Bizim bunlarla işimiz olmamalıdır. Amma onlar heç demədilər ki, yaxşı, sən əgər bunu deyirsən ki, bu adamlarla işimiz olmasın, nədən onda bu problemin hardan qaynaqlandığını da ortaya qoymursan? Demirsən, gedib kimin yaxasını tutaq? Kimin yaxası tutulmalıdır, bax, bu hadisələrdə? Bir millətin müxtəlif formada təhqir olunmasında Azərbaycan türkü gedib kimin yaxasını tutmalıdır? Biz bir siyasi və ideolojik sistemdən danışırıq ki, İran adlanan ölkədə bu sistem bir vaxtlar tacla, bu gündə 35 ildir, 36 ildir, ammamı ilə o sistem idarə olunur. Şah, şeyx. Şah oldu, şeyx. Bu qədər. Tacı dəyişdi, bir dənə ammamı, qara ammamı. Bu sistemdir ki, bu günləri Azərbaycan türkünün bütün varlığını əlindən alıb heç, bu tərəfdən də onun bütün dəyərləri məhvə doğru aparılır. Bu rişəyabi olmalı deyə yox. Hani o roşənfikranı Fars? Çıxsınlar ortaya. Onlar ki, çalışırdılar ki, məsələni sadə göstərib üstündən keçsinlər. Çıxsınlar ortaya, bu məsələnin
nədən qaynaqlandığını ortaya qoysunlar və desinlər ki, əgər iddia eləyiriksə, ma həmi İrani həsdi, ma həmi nə həsdi, ma həmi nə bilim qardaşıq, bərabərik, filanıq. Hanı bəs bu qardaşlıq? Hansı əsasla o qardaşlığı bunlar bizə tərif eləyirlər? Hələ o sualın gündəmə gəlməsi məsələsi belə sual altındadır. O Sayın Huşəng Cəfəri çox maraqlı bir şeir oxuyur. O şeirin məzmunu belədir ki, deyir, niskil o sərçiyə qalsın ki, cəvahir nədir, qanmır. Fikri allatmadadır xalqı, elin dərdinə yanmır, ərimir, ölmür, utanmır. Bunlar nə əriyirlər, nə utanırlar, nə ölürlər, nə xəcalət çəkirlər. Amma Azərbaycan Milli Azadlıq Hərəkatının bir dəyərlər üzərində apardığı mübarizə vardı ki, bu mübarizə çox önəmlidir və biz bir ara alacağıq. Aradan sonra bu istiqamətdə söhbətlərimizi davam etdirəcəyik. Buyurun birlikdə alaraq, sonra birlikdə olacaq. Buyurun.